إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنْ اِتَّقُوا اللّٰهِ. Əziz dəyərli qardaşlar, ilk növbədə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir nəsihətidir. Buyurur ki, öz kəlamında biz sizdən əvvəlki əhl-i kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və davam edirik. İ'ləməs-sunnəl mənşura adlı risalənin tədrisinə İmam Hafiz Əl-Həkəminin sual-cavab üslubunda tərtib etdiyi, hər bir müsəlmanın əqidəsini formalaşdıran bu faydalı risalə və sonuncu dəfə 134-cü sualda qalmışdıq, daha doğrusu 134-cü sualı tədris etdik. Bugün 135-ci sualı götürürük və ümumən sual-cavab sayı 200-ə yaxındır. Demək olar ki, çox hissəsini götürmüşük və az bir şey qalıb. Və yenə bu sual şəfaətlə bağlıdır. Necə ki, ondan əvvəlki sual. Deyir ki, müəllif sualı verərkən Kəm ənva'u şəfaəti və mə a'zamuhə. Şəfaətin növləri neçədir və ən əzəmətlisi hansıdır? Və sonra cavablandırıb. Və biz onun cavabını hissə-hissə toxunacaq. Çalışacaq bəzi məsələləri açıqlayaq, şərh edək. Deyir ki, cavabında əl-cavab, cavab A'zamuş şəfaə əl-uzma fi mövqifil qiyamə. Ən əzəmətli şəfayət, böyük şəfayətdir. Qiyamət dayanacağında. Yəni, qiyamət günü insanlar dayandıqda, necə ki, bundan əvvəlki dərslərdə qeyd etdik ki, insanlar dayanacaqla gözləyəcəklər haqq hesabı. Deyir ki, ən əzəmətli şəfayət o böyük şəfayətdir. Hansı ki, insanlar qiyamət günü dayandıqları yerdə istəyəcəklər ki, Peyğəmbərlərdən kimsə şəfayətçi olsun onlara. Fi ən yətiyəllah liqada'il qadai beynəl ibadi. Allah Teala gəlsin, bəndələri arasında hökm qılsın artıq. Və deyir ki, vahiyyə xassatun li nəbiyinə Muhammedin sallallahu aleyhi və səlləm. O şəfayət, o böyük şəfayət xasdır Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmə və hiyəl məqamul mahmud əlləzi vəadəhullahu subhanahu və teala. O məqamul mahmuddur, yəni təriflənən məqamdır, hansı ki Allah Teala vəd verib Peyğəmbərinə. Yəni vəd verib ki, onu o təriflənən o yüksək məqamı verəcək ona, yüksəldəcək ona. Necə ki Allah Teala buyurur ki, müəllifin dediyi kimi kəmə qalə Teala və əsə ən yəb'əthəkə rabbuka məqamən mahmudə. Ola bilsin ki, Rəbbin səni təriflənən o məqama yüksəltsin. İsra surəsinin 79-cu ayəsində. Və deyir ki, وَذَلِكَ أَنَّ النَّاسِ إِذَا دَاقَتْ بِهِمُ الْمَوْقِفِ. İnsanlara o dayanacaq dar gəldiyində وَطَالَ الْمَقَامُ وَاشْتَدَّ الْقَلَقِ. Və dayandıqları o məqam uzandıqca və sıxıntıları çətinləşdiyində وَأَلْجَمَهُمُ الْعَرَقِ اِلْتَمَسُ الشَّفَعَ. Elə ki, tər onları buxovlayacaq, yəni tər basacaq onları və bəzilərinin əməllərinə görə bədəninin əzaları ilə yəni ölçüləcək, bürüləyəcək bəzilərini ta başına kimi, bəziləri daha aşağı, bəzilərini də buxovlayacaq, şəfayət axtaracaqlar. Ne üçün? Fi ən yafsilallahu beynəhum. Allah Teala arasında hökm versin artıq. Artıq dözməyəcəklər dayanmağa. İstəyəcəklər ki, Allah Teala artıq hökm versin. Fəyətunə Ədəm, thumma Nuh, thumma İbrahimə, thumma Musa, thumma İsa ibn Məryəm. Gələcəklər birinci Adəmin yanına, sonra Nuhun yanına, sonra İbrahimin, sonra Musanın, sonra Məryəm oğlu İsa'nın yanına
Və hamısı, necə müəllif deyir, və kulluhum yəqul nəfsi, nəfsi. Hamısı deyəcək ki, nəfsim, nəfsim. Ta ki, ilə yəntəhu ilə nəbiyyinə Muhammedin sallallahu aleyhi və səlləm. Nəhayət, Muhammed sallallahu aleyhi və səlləmin yanına çatacaqlar. Deyəcək sallallahu aleyhi və səlləm, ənə ləhə, mənəm onun üçün. Yəni, mənə verilib. Mənəm, yəni o işin əhli. Necə ki, deyir ki, müəllif, kəmə cə mufassalan fis sahiheyni və qeyrihimə. Necə ki, Səhih Buxari və Muslim və başqa kitablarda təfsilatlı şəkildə gəldiyi kimi. Müəllif göstərir ki, birinci şəfayət, əzəmətli şəfayət nə vaxt olacaq? Qiyamət günü Allah Taalanın məxluqat arasında hökm verməsi üçün. Yəni, cənnət əhlinin cənnətə düşməsi, cəhənnəm əhlinin cəhənnəmə düşməsi üçün Allah Taalanın hökm verməsi üçün. Necə ki, bundan əvvəlki dərsdə geniş toxunduq buna. Bu birinci şəfayətdir. Hansı ki, əzəmətli şəfayət də odur, müəllifin dediyi kimi. Və xasdır Peyğəmbər sallallahu aleyhi və səlləmə və bu da icmadır. Yəni, alimlər arasında ittifaqdır. Alimlər, baxsaq, xüsusən də mütəəxxir alimlər, sonradan gələn alimlər və müasir alimlər, onlar şəfayəti böləndə iki qismə bölürlər. Xas şəfayət, xüsusi şəfayət, hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə xasdır, o heç kimə xas deyil. Və ümumi şəfayət, hansı ki, həm Peyğəmbərə aiddir, həm qeyrilərinə. Və o şəfayət də növbə-növdür. Yəni, Peyğəmbərə və qeyrilərinə, həm möminlərə, həm mələklərə, həm Rəhmanın şəfayəti, hansı ki, toxunacaq hamısına. Amma bu şəfayət icmadır. Alimlər arasında ki, xasdır Peyğəmbər sallallahu aleyhi və səlləmə. Və alimlər icma ediblər ki, 3 şəfayət Peyğəmbərə xasdır. Bu birincisi idi. Amma ikinci, üçüncüsü toxunacaq ona. Və birinci şəfayət Allahın hökm etməsi üçündür. İnsanlar o əzəmətli məqamda, o dəhşətli yerdə dayandıqlarında, o məqam onlara uzun gəldiyində, artıq dözə bilmədiklərində, kədər, qəm, qüssə onları bürüdükdə gələcəklər ulul azm peyğəmbərlərin yanı. Yəni, böyük peyğəmbərlərin, böyük elçilərin yanına kimdir onlar? Zikr olunub hədisdə. Onlardan da qabaq Adəmin yanına gələcəklər ilk olaraq. Sonra gələcəklər Nuhun yanına, Musanın, İbrahimin, Musanın, İsa'nın, sonra Muhammed sallallahu aleyhi və səlləmin yanına. Və Peyğəmbər sallallahu aleyhi və səlləmə çatana qədər hamısı deyəcək ki, nəfsim, nəfsim. Hamısı günahını xatırlayacaq. Sadəcə hədisdə gəlməyib ki, İsa Peyğəmbər hansısa günaha deyəcək. Heç bir günahı İsa Peyğəmbər zikr etmir. Sadəcə deyir ki, mənni deyil, gedin Muhammedin yanına sallallahu aleyhi və səlləmə. Hamısı deyəcək ki, İnna Allaha qad qadebəl yevmə qadəbən ləm yağdəb qabləhu mitləh və lən yağdəb bə'dəhu mitləh. Deyəcəklər ki, Allah Teala bugün elə qəzəblənib ki, bundan qabaq belə qəzəblənməyib. Bunun kimi belə qəzəblənməyib və bundan sonra da belə qəzəblənməyəcək. Hamısı bu kəlamı deyəcək, yalnız Peyğəmbər sallallahu aleyhi və səlləm elə ki, insanlar gələcək onun yanına kömək istəyəcəklər, deyəcək ki, ənə ləhə, mənəm onun üçün. Və gedəcək, ərşin altında səcdə edəcək, şəfayət istəyəcək Allah Teala'dan və Allah Teala da ona şəfayəti verəcək. Necə ki, bundan əvvəlki dərsdə toxunduq ki, ona deyiləcək ki, başı qaldır, istə sənə verilir, şəfayətçi ol, sənin şəfayətin qəbul olunacaq. Sonra müəllif deyir ki, rahiməhullah, Əth-thəni əş-şəfəə fi istiftəhi bəbil cənnə və əvvəlu mən yəstəftih bəbəhə nəbiyyinə Muhammedin sallallahu aleyhi və səlləm və əvvəlu mən yədxuluhə minəl uməm ümmətəhu. Deyir ki, ikinci şəfayət cənnətin qapısının açılmağı haqda şəfayətdir. Və ən birinci qapını açan və ya qapının açılmasını tələb edən Peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləmdir. Və ümmətlərdən də ən birinci cənnətə girən onun ümməti olacaq. Onun ümməti.
Peyğəmbər sallallahu aleyhi və səlləmlə gələn sabit hədisdə gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ümmətini vəsf edəndə deyir ki, ümmətin başqa ümmətlərlə müqayisədə qara inəyin üzərində ağ tük kimidir. Bəzi rəvayətlər ki, ağ inəyin üzərində qara tük kimidir. Lakin Allah Taala'nın rəhmətindən cənnətə girənlərin yarısı bu ümmət olacaq. Ona görə də bu şəfayət hansı ki, ikinci şəfayət, cənnətin qapısının ilk açılması Peyğəmbər sallallahu aleyhi və səlləmə verəcək. Bu da xasdır Peyğəmbər sallallahu aleyhi və səlləmə və bunda da icma var. Alimlər icma ediblər ki, cənnətin qapısının yalnız Məhəmməd üçün açılması xasdır onun üçün. İlk onun üçün açılacaq. Ondan qabaq heç kim üçün açılmayacaq. Bu iki şəfayət alimlər icma ediblər ki, bu Peyğəmbərimizə xas olan xüsusiyyətdir. Birincisi əzəmətli şəfayət, ikincisi də cənnətin qapısının ilk açılacağı və ilk cənnətə daxil olan Muhammed sallallahu aleyhi və səlləm və ümmətinin olmağı. O cənnət ki, hansı ki qadağadır əhlinə ta ki Muhammed sallallahu aleyhi və səlləm gəlməyincə. Necə İmam Buxarinin səhihində sabit olaraq gəlib ki, insanlar gələcəklər cənnətin qapısına və görəcəklər ki, qapıları bağlıdır və gedəcəklər yenə eyni ilə Peyğəmbərlərin yanına tələb edəcəklər onlardan şəfayət ki, Allahın yanında şəfayətçi olsunlar. Necə ki, qiyamət meydanında, o məhşər meydanında istədilər onlardan ki, şəfayətçi olsunlar və gedəcəklər Peyğəmbərlərin yanına, başlayacaqlar ilk Peyğəmbərlərdən. Yalnız Nuh zikr olunmayıb hədisdə ki, Nuhun yanına getməyəcəklər. Səbəb nədir? Allah bilir. Nuhdan başqa bütün Peyğəmbərlərin yanına gedəcəklər. Hər bir Peyğəmbərə xitab edəcəklər ki, şəfayətçi olsunlar. Allahdan şəfayət istəsinlər ki, cənnətin qapıları açsınlar. Nəhayət gələcəklər Muhammed sallallahu aleyhi və səlləmin yanına, şəfayət istəyəcəklər ondan ki, cənnətin qapıları açılmaq üçün Allah yanında şəfayətçi olsun. Və açılacaq cənnətin qapıları onun üçün. Və daxil olacaq cənnət əhli cənnətə və ilk olaraq Muhammed sallallahu aleyhi və səlləmin ümməti daxil olacaq. Sonra müəllif üçüncü şəfayəti zikr edir. Deyir ki, əş-şəfəə fi əqvamin qad umira bihim ilən-nar ən lə yədxuluhə. Üçüncü şəfayət o qövmlər üçün ki, əmr olunub ki, onlar cəhənnəmə düşsün. Şəfayət olacaq ki, onlar düşməsin. Nə vaxt olacaq bu və yaxud insan nə vaxt cəhənnəmə düşməyi haqq edir? Bundan əvvəlki dərslərdə qeyd elədik ki, tərəzilər qurulacaq. Kimin günahları savablarından ağır olacaqsa, o cəhənnəmi haqq edəcək. Və kim bir savabla zəfərə çatacaqsa, tərəzisi ağır olacaqsa, o cənnətə daxil olacaq. Ona görə də o gün savab və günahlarla olacaq mübadilə. İnsanlar arzulayacaqsa, heç olmasa bir savabı artıq olsun. Hətta kimdənsə istəsələr, heç kim öz savabından verməyəcək. Baxmayaraq insanlar olacaq ki, onların savabları alınacaq. Onlara günahlar yüklənəcək. Ona görə bu şəfayət o kəslərdir ki, onlar haqq ediblər cəhənnəmə girməyi. Əmr olunub cəhənnəmə girsinlər, şəfayət olacaq ki, onlar girməsinlər. Və alimlər icma ediblər, əksər alimlər ittifaq ediblər ki, bu şəfayət sabitdir. Bu şəfayət olacaq. O insanlar hansılar ki, cəhənnəmi haqq ediblər, şəfayət olacaq onlar üçün ki, cəhənnəmə girməsinlər. Lakin bəzi alimlər dayanıb bu məsələdə. Necə ki, İbn Qeyyim rahimehullah Təzhibus Sünəndə dayanıb. Həmçinin İbn Abdülbar Təmhid kitabında sanki bu rəyə meyl eləyir. Lakin doğru olan odur ki, və şək olmayan odur ki, və şək yoxdur ki, bu şəfayət o kəslər üçün sabitdir. İki dəlilə görə.
Ən birinci dəlil, hansı ki, İbn Həcər Rahiməhullah bəyan edib, Fəthül Bəridə, o vaxt ki, şərh edir İmam Müslimin səhihində gətirdiyi hədisi, toxunur ona, deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmlə gəlir ki, xəbər verib ki, elə ki, sirat qurulacaq cəhənnəmin üzərinə, deyir ki, sallallahu aleyhi və səlləm, həllət şəfaə və qalətil ənbiyə. Şəfayət halal olacaq, yəni şəfayət izin veriləcək və Peyğəmbərlər deyəcək ki, Allahümmə səllim, səllim. Allahım salamat et, salamat et. Deyir ki, bu dua etmələri salamat olsunlar, bu şəfayətdir. Şəfayət istəyirlər ki, siratın üzərindən keçənlər salamat qalsınlar. Əgər cəhənnəmi haqq etsə də müsəlman, günahlarının ağır gəldiyinə görə, asi, cəhənnəmin üzərindən keçəndə Peyğəmbərlərin şəfayəti onun üçün olacaqsa, cəhənnəmə düşməyəcəksə, xilas olacaqsa, bu şəfayətdir. Keçəcək, çünki cəhənnəmin üzərində qoyulan o siratın, dedi ki, qarmaqlar olacaq. Kim düşməlidirsə, cəhənnəmə çəkib onları salacaqlar. Nicat tapanlar olacaq. Parçalanmış bədənlə nicat tapanlar olacaq. Bədənindən o qarmaqların nəsə qoparıb saxladığı kəslər olacaq, hansı ki, bədənindən nəsə qalacaq o qarmaqlarda, lakin özü salamat olacaq, cəhənnəmə düşməkdən keçəcək, qurtulacaq cəhənnəmdən. Baxmayaraq, haqq edirdi. Bu, onun üçün şəfayətdir. İbn Həcər bu hədisdən bu mənanı çıxarıb. İkinci dəlil isə hansı ki, əksər alimlər onu dəlil gətirir. O kəslər üçün ki, hansılar ki, haqq ediblər cəhənnəmi, əzabını, lakin girməyəcəklər Peyğəmbərlərin və Peyğəmbərin şəfayəti üçün, şəfayəti ilə. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm, daha doğrusu alimlər deyirlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyib ki, şəfaəti li əhlil kəbairi min ümməti. Mənim şəfayətim ümmətimdən olan böyük günah sahibləridir. Böyük günah sahibləri üçündür. Və böyük günah sahibləri aiddir cəhənnəmi haqq edənlərə və haqq etməyənlərə. Böyük günah sahibləri Allahın istəyi altında, istəsə salacaq cəhənnəmə, istəsə yox. Ona görə bu hədis dəlildir ki, onlar düşməsələr cəhənnəmə, bu şəfayətlə olacaq. Ona görə İmam San'ani Rahiməhullah İqadül Fikr kitabında deyir ki, şəfayət nə üçün verilir? Yəni, şəfayət edənlərə şəfayət nə üçün verilir? Şəfayət edənin dərəcəsinin əzəmətliyini izhar etmək üçün. Allah Teala şəfayətə izin verdiyi kəsin dərəcəsinin, məqamının yüksək olduğunu izhar etmək üçün verir. Onun şəfayətini qəbul edir. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin şəfayətinin qəbul olması cəhənnəmi haqq edənlər haqda daha əzəmətlidir. Nəinki haqq etməyənlər haqda. Ona görə deyir ki, bu hədis dəlildir ki, cəhənnəmi haqq etsələr də kimə şəfayət olunacaqsa, onlar cəhənnəmə girməyəcəklər, baxmayaraq haqq etsələrdir. Xilas olacaqlar Peyğəmbərin və ya Peyğəmbərlərin şəfayəti ilə. Və bu da sabitdir, bu zikr etdiyimiz hədislərlə. Üçüncü də həmçinin əlavə etmək olar ki, alimlər bu şəfayəti qəbul ediblər yekdinliklə. Yəni, alimlər hamısı ittifaq ediblər ki, bu şəfayət var və ümmət zəlalət üzərində ittifaq eləmir. Ona görə Şeyxülislam İbn Teymiyyə Məcmua Fətavada, eləcə də Məcmua Fətavəl Kubra, hansı ki, Misir fətvalarıdır, deyir ki, orada bu şəfayəti inkar edənlər ancaq vaidiyyədir. Vaidiyyə xəvaric və mötəzillərə deyilir. O kəslər ki, əzab vəd edən dəlilləri, ayələri götürüb, nemət vəd edən ayələri tərk edib. Ona görə vaidiyyə adlanır onlar. Onlardan başqa, yəni xəvaric və mötəzillərdən başqa heç kim inkar etməyib. Yalnız onlar inkar edib. Ona görə də sanki onun sözü meyl edir ki, bu ittifaq da alimlər arasında və ya ittifaqa
bənzərdir əhl-i sünnənin alimləri arasında və şək yoxdur ki, sabitdir və qəbul olunandır. Sonra müəllif 4-cü şəfayətə toxunur. Deyir ki, fi mən daxalə min əhli təvhid ən yaxrucu minhə. Cəhənnəmə girmiş təvhid əhlindən, cəhənnəmdən çıxanlar haqda şəfayət. Və yaxrucunə qad imtuhişu və saru fəhmə. Çıxacaqlar cəhənnəmdən yanıb, közə dönüblər. Fəyutrahuna fi nəhril həyə. Sonra həyat çayına salınacaqlar. Fəyənbituna kəmə tənbitul hibətu fi həmlis seyl. Və bitəcəklər necə ki, toxum selin gətirdiyində, yəni sel gətirən o cücərti, o toxum necə bitir, elə bitəcəklər. Bundan əvvəlki dərslərdə zikr etmişdik ki, cəhənnəm əhli cəhənnəmə daxil olduqda, cənnət əhli cənnətə daxil olduqda, cəhənnəm insanlardan olan payını götürdükdə, cənnət insanlardan olan payını götürdükdə, ondan sonra insanlar olacaq ki, təvhid əhlindən olub cəhənnəmə düşüblər. Onlar çıxarılacaqlar cəhənnəmdən. Və gəldi ki, Allah Teala ilk olaraq onları öldürəcək. Sonra dəstə-dəstə çıxarılacaq və dəstə-dəstə çıxaracaq, həyat çayının sahilinə atılacaqlar. Həyat çayının sahilinə atılacaqlar. Və cənnət əhli onların üzərinə su tökəcək. Yəni, o çayın suyundan tökəcək və bitəcəklər, cücərəcəklər və cəsədləri qayıdacaq, cücərəcək. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm vəsf edirdi ki, kəmə tənbitul hibətu. Hibə, o toxumdur, meyvə toxumu və ya meyvənin çəyirdəyi. Bəziləri həbbə oxuyur, həbbə deyil. Həbbə yəni buğdadır. Amma hibə, hədisdə keçən hibbədir. Peyğəmbər s.ə.v deyir ki, hibbətu kəmə tənbitul hibbə. Yəni, o cücərti, toxum necə cücərirsə, eləcə cücərəcəklər. Və Peyğəmbər s.ə.v deyir ki, fi həmlis seyr. Selin gətirdiyi o toxum kimi. Yəni, sel adətən gələndə özü ilə toxumlar da gətirir. Və atır onları hara? Suyun kənarlarına, sahilinə. Və o sahildə cücərən toxum tez cücərir. Suyun çox olduğuna görə, şəraitin münbit olduğuna görə. Peyğəmbər s.ə.v sanki vəsf edir ki, onların cəsədləri o surətlə bərpa olunacaq. Necə ki, o toxum cücərir. Bu kimin haqdadır? O qövm haqda ki, cəhənnəmə daxil olub, oradan çıxıblar. Oradan çıxarılıblar, orada yandıqdan sonra. Və bu şəfayət ümumidir. Bu şəfayət Peyğəmbərə xas deyil. Bu şəfayət ümumi şəfayətdir. Həm Peyğəmbərə, həm Peyğəmbərdən qeyrisinə aiddir. Və şək yox ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin də payı olacaq bu şəfayətdə. Və başqalarından daha əzəmətli olacaq. Lakin şəfayət başqaları içində olacaq. Dəlil Səhih Buxari və Müslimdə gələn hədisdir. Deyir ki, sallallahu aleyhi və səlləm, Allah Teala deyəcək ki, şəfəətul mələikə və şəfəətul nəbiyyun və şəfəəl müminun və bəqiyə ərhəmur rahimin. Deyəcək ki, mələklər şəfayət etdi, peyğəmbərlər şəfayət etdi, möminlər şəfayət etdi, yalnız rəhimlərin ən rəhimlisi qaldı. Yəni, Allah Teala qaldı. Və gəlib ki, sonra bir ovuc insan çıxaracaq, hansılar ki, yanıb kül olublar. Eləcə də Səhih Müslimdə gələn hədis Əbu Said el-Xudri radiyallahu anhu rəvayət edir ki, möminlər Allah yanında şəfayət edəcəklər. Möminlər Allah yanında şəfayət edəcəklər. Deyəcəklər ki, ya Rabbənə, İxvanuna kənu yusalluna ma'na. Deyəcəklər ki, ey Rəbbimiz, qardaşlarımız var idi, bizlə namaz qılırdılar. Və yasumuna ma'na, bizlə oruç tuturdular. Və yəhuccuna ma'na, bizlə həcc edirdilər. Fəədin Allah ən yaxrucu həddən
həddəhu ləhum. Sonra Allah Teala izin verəcək onlara, yəni qoyduğu həddə, hansı ki hədd qoyub onlar üçün, o həddə çıxarsınlar tanıdıqlarını. Ona görə kimi tanıyırdılarsa çıxaracaqlar. Necə tanıyacaqlar namaz qılanları? Gəlib ki, dəstəmaz əzalarından bəzi rəvayətlərdə gəlib ki, səcdə yerləri yanmayacaq. Allah Teala haram edəcək o da səcdə əzalarını yandırmamaq üçün. Və hədis uzun hədisdir. İnşallah toxunacaq ona gələn dərslərdə də. Lakin bu növ şəfaət xasdır Peyğəmbərə yox. Bu həm Peyğəmbərə aiddir, həm Peyğəmbərdən qeyrilərinə, necə ki hədislərdən gördünüz. Lakin bu şəfaəti inkar edənlər olub. Bu şəfaəti inkar edənlər olub. Əhl-i sünnəyə müxalif olan kim? Vaidiyyələr. Kimdir vaidiyyələr? Xavaric və mü'təzillər. Onlara görə kim cəhənnəmə girirsə oradan çıxmayacaq. Baxmayaraq hədislər mutavatirdir. Peyğəmbər sallallahu aleyhi və səlləmdən nəql olan, özü də sabit, səhih hədislərdir. Bununla yanaşı inkar ediblər. Çünki etiqad edirlər ki, kim oda girsə, oradan çıxmayacaq. Və ayəni də gətirirlər ki, وَمَا هُمْ بِخَارِجِينَ مِنْهَا Bəqərə surəsinin 167-ci ayəsi ki, onlar oradan heç vaxt çıxmayacaq. Onlar oradan heç vaxt çıxmayacaq. Nədir buna cavab? Cavab budur ki, onların gətirdiyi bu dəlil Qurandandır, bəli. Lakin kimin haqdadır? Kafirlər haqda. Əsli kafirlər, asi müsəlmanlar haqda deyil. Məgər keçən dərsdə zikr etdiyimiz hədisi eşitməmişsiniz. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Əmmə əhlun-nərul-ləzi hum əhluhə fələ yəmutuna fiyhə və lə yəhyəun. Amma cəhənnəm əhli, hansı ki oranın əhlidir, yəni kafirlər, nə öləcəklər orada, nə həyatları olacaq. Sonra nə deyirdi ki, və ləkin unəs, lakin insanlar, Asabəthum naru bi zunubihim. Günahlarına görə od toxunub onlara. O bi xatayəhim və ya ravi şəkk edirdi ki, və ya xətalarına görə od toxunub onlara. Fəyumituhumullahu fiyhə imətə. Allah Teala onları bir müddət öldürəcək orada. Yəni yanandan sonra öldürəcək. Thumma yaxrucuna dabaira dabair. Sonra toplum çıxarılacaqlar. Və hədisdə səhihdir, sabitdir. Lakin ayə hansı ki bağlanıblar, tutunublar ondan kim haqdadır? Kafirlər haqda. Hansılar ki çıxarılmayacaq cəhənnəmdən. Asi müsəlmanlar haqda deyil. Çox qəribəsi odur ki, bu şəfaəti inkar edənlərdən biri də murciyələrdir. Hansılar ki əksdir vaidiyyənin, xavaric mü'təzillərin, hər iki firqə bir-birinə ziddir. Lakin murciyələr də inkar edib. Səbəb nədir? Həddi aşmış murciyələr, əslən onlara görə möminlər və ya təvhid əhli əzab görməyəcək heç vaxt. Onlara görə, etiqadına görə muvahhidlər əzab görməyəcək. Günahları olsa da və cəhənnəmə girməyəcəklər. Ona görə deyirlər ki, əgər cəhənnəmə girməyəcəklər, elə isə bu şəfaət yoxdur. Elə isə bu şəfaətin nə mənası? Çünki etiqad edirlər ki, asilər, onların asiliyi imana təsir etmədiyi üçün cəhənnəmə də girməyəcəklər. Və şək yoxdur ki, hər iki firqə zəlalət üzərindədir. Sonra müəllif 5-ci şəfaət və 6-cı şəfaətə toxunur. Onu da inşallah gələn dərsimizə saxlayırıq. Allah Teala bizə eşidib faydalardan etsin. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və lisəyiril musliminə min kulli dən fəstəğfiruhu innəhu huvəl-ğafurur rahim.